Salamünaleyküm dostlar. Mən indi sizə tam orqanik məhsullarımızdan göstərəcəm. Hələlik siz videonu bəyənin, mən isə başlayıram. Dostlar, bizi sevən, bizim fəaliyyətimizi bəyənən insanlar bilirlər ki, biz ancaq seçmə məhsullardan istifadə edirik. Bu göy qutabının naçinkasına gedən şorumuzdur. Bu almaları o qədər də super almalar deyil, lakin biz bundan sirkə edəcəyik, amma qızıləhməd almadır. Bu istiotlardan biz tutma edirik. Payızdır deyə biraz bəziləri yaxşılıqlı deyil. Amma cinciliyim, Allah bərəkət versin, söz ola bilməz ha. Bizdə bundan çoxdur. Təkcə bugün 4 torba gəlib. Yəni çox təmiz olur da. Biz bəzi xanımlar bazarda inciyirlər ki, bizdən niyə almırsan və s. Biz Mübarizə xaldan alırıq bunu. Çox təmiz olur, içində zirsibil də olmur. Bu da bizim Mübarizə xalamızdan aldığımız şordur. Görürsünüz də, çiçək kimi. Və biz izləyicilərimizə söz vermişdik ki, itburnu sirkəsi hazırlayacağıq. İtburnu da ki, hər deyən belə gözəl itburnu tapmaq olmur ha. Yəni bu biraz kal olduqda onda daha çox vitamin C olur. Başqa orqanik məhsullarımızdan xurma sirkəsidir, hazırlanır, hələ var hazır olmasına. Bu qızıləhmədə almadan etdiyimiz sirkələr olacaq. Bu isə adi almadandır, amma demək olar ki hazırdır. Və biz nar şirəsini necə nardan sıxırıq? Gördüyünüz kimi. Demək olar ki ən yaxşısından. İçənlər isə bilirlər ki necə gözəl olur. Bəs bu nədir? Bu da bizim gül çiçək acı istiot tutmamız, öz məhsulumuzdur. Dostlar, biz sizin üçün çalışırıq ki, işlərimiz şəffaf olsun, təmiz olsun və sizdən də tək xahişimiz videonu bəyənib və rəy bölməsində, məsələn, Allah bərəkət versin yazsanız, bu videonu minlərlə insan görə bilər. Təşəkkürlər.